Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bu gün sizlərlə ismin halları mövzusunda danışacağıq. Dərsimizə başlamamışdan əvvəl dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Cases of nouns, ismin halları. İngilis dilində isimlərin iki əsas halı vardır. Adlı hal, common case və yəli hal, possessive case. Bu possessive case-ə bəzən genitive case də deyirlər. Yəni testlərdə qarşınıza çıxa bilər. Genitive case adı ilə. İngilis dilində ismin yəli halı iki əsas yolla düzəlir. Birinci yol, sözün sonuna apostrof s və yaxud apostrof əlavə etməklə. İkinci yolu isə of sözünü ilə. Canlı varlıqları ifadə edən isimlərin yəli halını düzəltmək üçün adətən apostrof s və yaxud apostrof istifadə olunur. Təkdə olan isimlərin yəli halı ismin sonuna apostrof s əlavə etməklə düzəlir. Məsələn, managers, company. Burada fikir versək, manager sözü təkdədir və onun yəli halı apostrof s əlavə etməklə düzəlir. Digər bir nümunə, girls' clothes, qızın paltarları. Burada da yenə girl sözü ismi tək halda olduğuna görə, təkdə olduğuna görə yəli hal apostrof s əlavə etməklə düzəlir. Canlı varlıqları nümunə göstərdik. Cəmdə olan isimlərin, canlı varlıqların cəm forması əgər s və ya es ilə düzəlibsə, bu zaman yəli halda ona təkcə apostrof əlavə olunur. Nümunə göstərək. Teachers' rooms, müəllimlərin otaqları. Burada teachers sözü fikir versək, cəmi s ilə düzəlmiş cəm isimdir və apostrof əlavə etməklə düzəlir. Məsələn, boys, books, oğlanların kitabları. Burada boys ismi cəmdə olduğuna görə yəli halı apostrof artırmaqla düzəlmişdir. Cəm forması kökündən dəyişməklə düzələn isimlərin tək və cəm formasının yəli halı eyni yolla, yəni apostrof s artırmaqla düzəlir. Onlar üçün artıq fərqi yoxdur. Yəni hər iki hal üçün həm tək və həm cəmdə kökündən dəyişən isimlərdə yəli halı apostrof s ilə düzəlir. Məsələn, woman's name, qadının adı və woman's name, qadınların names adları. Burada hər iki hal üçün yəli hal apostrof s ilə düzəlmişdir. Yəni cəmi kökdən dəyişən isimlərin tək və cəm forması hər ikisi apostrof s ilə düzəlir. Mürəkkəb isimlərin yəli halı onların sonuna apostrof s əlavə olunmaqla düzəlir. Nümunə göstərək. Schoolboys, future plans. Məktəblinin gələcək planları. Burada fikir versək, söz schoolboydur, məktəbli, mürəkkəbdir, compound nounsdur və bunun possessive case, yəni yəli halı apostrof s əlavə etməklə düzəlmişdir. Digər bir nümunə verək. Daha çox testlərdə düşən sözlərdən biri editor in chief, baş redaktor. Study,
Editor-in-Chief's study, baş redaktorun kabineti. Burada fikir versək, editor-in-chief sözü ismin özüdür və mürəkkəb sözdür defislə düzəlmiş. Yəli yalı apostrof s artırmaqla düzəlmişdir. Digər bir qaydaya baxaq. Əgər eyni bir şəxs və ya əşya iki və daha çox şəxsə aiddirsə, onda yəli yal sonluğu axırıncı ismə əlavə olunur. Məsələn, Ali and Ayten's parents deyək. Tutaq ki, burada Ali və Ayten bacı qardaşdırlar və onların valideynləri hər ikisinə aid olduğu üçün birlikdə apostrof s, yəni possessive case yəlik halı sonuncu ismə əlavə olunmuşdur. Birinci isimdə yoxdur. Və bu nümunədən də görünür ki, valideynlər hər ikisinə aiddir. Yəni, belə bir formada işlənsə cümlədə avtomatik biz bilməliyik ki, valideynlər onların hər ikisinə aiddir və onlar bacı qardaşdırlar. Başqa bir nümunə göstərək. Ali and Ayten's rooms, otaqları deyək. Burada da fikir versək, və yaxud burada room desək daha düzgün olar, bizim üçün çaşdırıcı olmaz. Qeyd edək, room. Deməli, bu otaq, tək otaq həm Aliyə, həm də Aytənə aiddir. Yəni, hər ikisinin bir bölüşdüyü otaq var, hər ikisinə aiddir. Çünki apostrof s yalnız sonuncu ismə aid əlavə olunmuşdur. İndi isə fikir verək, əgər valideynlər onların hər ikisinə ayrı-ayrılıqda aiddirsə, yəni bacı qardaş deyirlərsə, bu zaman isə apostrof s hər iki isimdən sonra əlavə olunmalıdır. Necə ki, indi biz qeyd elədik. Ali's and Ayten's parents. Deməli, burada valideynlər Ali və Aytənə ayrı-ayrılıqda aiddir və onlar bacı qardaş deyirlər. Aha. Lövhəmizi silək. Bədən üzvlərinə gəldikdə isə, bədən üzvləri hər bir insana, hər bir şəxsə ayrı-ayrılıqda aid olduğu üçün onlara apostrof s, yəni yəli-yal, hər iki ismə və yaxud hər üç ismə ayrı-ayrılıqda əlavə olunmalıdır. Məsələn, deyək ki, Ali and Ayten's hands. Artıq belə bir ifadə səhvdir. Niyə? Çünki hands bədən üzvüdür və hər iki şəxsə ayrı-ayrılıqda aid olmalıdır. Belə olan halda onların yəli-yalı hər ikisinə ayrı-ayrılıqda apostrof s əlavə etməklə düzəlir. Yəni, indi yazdığımız formada. Ali's and Ayten's hands. Digər bir qayda, əgər hər hansı bir şəxs və ya əşya iki və daha artıq şəxsə aiddirsə, bu zaman apostrof s, yəni biz bayaq 2 şəxs qeyd etdik, bu 3 və ya 4 şəxs də ola bilər. Bu zaman hər birinin sonuna ayrı-ayrılıqda əlavə olunmalıdır. İnsan soyadları ilə bildirən isimlər vardır ingilis dilində. Həmin soyadlar ismin qarşısında müəyyənlik artiklı ilə gələrsə, bu onun cəmdə olduğunu bildirir. Ona görə də birinci ona cəm şəkilçisi s və ya is, daha sonra isə s və yaxud is əlavə olunur. Daha sonra isə həmin ismə apostrof, yəni yəli hal əlavə olunur. Nümunə göstərək. Məsəl üçün, The Smith's house. Smith burada s ilə düzəlməlidir.
Smith's house. Smithlərin evləri kimi tərcümə olunur. Və yaxud deyə bilərik Wilton's garden. Tutaq ki, burada Wiltons soyadıdır və cəm isimdir. Necə ki, yuxarıda Smith cəmdə idi və yəli-yalı özündən cəm şəkli qəbul etdikdən sonra apostrof əlavə etməklə düzəlmişdir. Eyni qaydada The Wiltons garden. Wiltonların bağçası. Burada Wiltons cəm şəkli qəbul etdikdən sonra apostrof əlavə etməklə düzəlir. Yuxarıda qeyd etdiyimiz qaydadakı kimi. Əslində belə olmağı daha məntiqlidir. Çünki yuxarıda qeyd etdiyimiz kimi tək isimlərin yəli-yalı özündən sonra apostrof S qəbul etməklə düzəldir. Cəm isimlərdə isə artıq S və IS şəkli qəbul etmişsə, bu zaman apostrofla düzəlir əlavə etməklə. Yəni apostrof S əlavə olunmur. Lövhəmizi silək. Cansız varlıqları bildirən isimlərin yəli-yalı isə yuxarıda qeyd etdiyimiz kimi of sözünü ilə düzəlir. Of sözünün vasitəsilə ifadə olunur. Məsəl üçün, the door of the room. Otağın qapısı. The door of the room. Otağın qapısı. Və yaxud deyə bilərik the corner of the road. Yolun kənarı kimi deyə bilərik. Burada gördüyümüz kimi the corner and the road isimləri of sözünü ilə birləşmişdir. Əsas isim sağ tərəfdə gələndir, yəni birinci tərəf sağ tərəfdə işlənir və ikinci tərəf birinci gəlir və of sözünü ilə birləşir. İngilis dilində yəli-yalın işlənməsində bəzi istisnalar vardır. Gəlin bunları nəzərə yetirək. Bəzi cansız isimlərin yəli-yalı apostrof S və ya təkcə apostrofla düzələ bilir. Məsəl üçün, bura deyə bilərik zaman və məsafə bildirən isimlər moment, day, year, week, hour, month və s. Bura məsafə də deyə bilərik, mile və s. aiddir. Nümunə göstərək. Moments, silence, bir anlıq sükut kimi tərcümə olunur. Burada gördüyümüz kimi moment zaman bildirən sözdür, an. Bu ismin yəli-yalı apostrof S, özündən sonra apostrof S əlavə etməklə düzəlir. Digər bir nümunə deyə bilərik. Məsələn, 3 days rest, 3 günlük istirahət. Burada isim artıq cəmdədir. Cəmdə olduğuna görə yuxarıdakı qaydalara əsasən, qeyd etdiyimiz qaydalara əsasən təkcə apostrof əlavə etməklə düzəlir. Yəni artıq burada təkrar S, apostrof S yox, təkcə apostrof əlavə olunur. Bu haqda artıq bilmə bəsdir və həmçinin deyə bilərik ki, a few days training, bir neçə günlük təlim, a miles journey, bir maylıq məsafə, səyahət və daha və s. Lakin biz burada 3 days məsələn qeyd etdik, apostrofu S-dən sonraya əlavə edirik ki, bu cəmdədir. Özündən sonra əvvəl isim say gəldiyinə görə bu cəmlənir. Və cəmdə olan ismin yəli-yalı özündən sonra ancaq apostrof əlavə etməklə düzəlir. 2 və yuxarı olan miqdar saylarından sonra isim təkdə ola bilməz və bu qaydaya əsasən biz həmişə diqqət etməliyik ki, 2 və yuxarı olan saylardan sonra gələn isim mütləq cəmdə işlənməlidir. Daha sonra ulduz və planetləri bildirən çay, dəniz, ölkə, şəhər, okean adları ki var, onları bildirən isimlər apostrof S artırmaqla düzəlir. Məsələn, deyə bilərik ki, the city's beauty, şəhərin gözəlliyi. Burada gördüyümüz kimi özündən sonra apostrof S
əlavə etməklə düzəlmişdir. Amma onlar həm də off-la birləşə bilər. Yəni cansız olduğuna görə bunlar off-la da birləşə bilir. Məsələn, biz deyə bilərik ki, the beauty of the city. Yəni bu da düzgündür. Testlərdə qarşımıza çıxsa hər iki variant düzgündür. Cansız olan isimlərin yəli yalı bu tipli, yəni şəhər, ölkə, dəniz, çay bildirən isimlərdə həm oflu birləşmələrlə düzələ bilər, həm də apostrof s ilə düzələ bilər. Aha. Today, yesterday və tomorrow zərfləri ki var, bunların yəli halda işlənməsini tez-tez görə bilərik. Məsələn, deyə bilərik ki, yesterday's meeting, dünənki iclas. Bunların yəli yalı özündən sonra həmişə apostrof s əlavə etməklə düzəlir. Yəni, off-la və yaxud apostrofla yox, özündən sonra həmişə apostrof s qəbul etmək. Dünənki meeting, məsələn, sabahki və yaxud bugünkü today's ceremony mərasim deyə bilərik və bunların yəli yalı özündən sonra apostrof s əlavə etməklə düzəlir. Həmçinin deyə bilərik, ingilis dilində bəzən yəli yalı olan isimlərdə yəni apostrof s qəbul edən sözdən sonra isim işlədilmir bəzən. Buna da yəli yalı müstəqil işlənməsi deyilir. Bu iki halda ola bilər. Birinci hala nümunə göstərək. Birinci hal isimdən sonra yer bildirən shop, house, office tipli sözlər ixtisar olunubsa. Məsələn, deyə bilərik ki, at my aunt's. Aunt burada apostrofla düzəlir. Artıq bunun mənası mənim xalamgildə olur. Yəni burada house sözü s olmalı idi. House sözü ixtisar olunub. Yəni house sözü ixtisar olduğuna görə avtomatik olaraq at my aunt's kimi işlənə bilər. Və yaxud deyə bilərik ki, at the doctor's. Məsələn, deyə bilərik ki, house və yaxud workplace, iş yerində. Burada workplace ixtisar olduğuna görə avtomatik olaraq at the doctors görə bilərik və bu zaman biz başa düşməliyik ki, həmin sözdən sonra gələn isim ixtisara düşüb, əslində var idi ixtisara düşüb və ona görə də bu sözün yəli halı bu formada olaraq qalır. Daha sonra deyə bilərik, başqa hansı qaydalar var, ən vacib qaydalar nəzər salaq, hansı ki testlərdə bizim tez-tez qarşımıza çıxa bilər. Daha sonra isim əvvəlcədən adı çəkilən əşyanın adını təkrar etməmək üçün də bu zaman yəli haldakı isimdən sonraki söz düşə bilir. Məsələn, deyə bilərik ki, my hair is longer than Leylas apostrof s ilə düzəlir və burada bilinir ki, bu Leyla ismindən sonra hair ismi var və bu ixtisara uğrayıb. Yəni, iki dəfə bu eyni sözü işlətməmək üçün bu söz ixtisara uğrayır və cümlədə həmin isim ancaq birinci tərəfdə qalır. Yəni, apostrof s-dən sonra eyni isim təkrar olunmaya bilir. Bu tipli cümlələr də tez-tez qarşımıza çıxa bilər. Və yaxud deyə bilərik ki, həmçinin sual cümləsi formasında are these books, burada artıq books cəmdədir deyə apostrofla düzəlir. Are these books of yox, bir dəqiqə
Cümlə biraz yanlışlıq oldu. Burada bir söz yaddan çıxdı. Deməli, are these Ali's books or Aytens. Burada gördüyümüz kimi books ismi təkcə Ali ismindən sonra işlənmişdir və hər ikisinə ayrı alıqda əlavə olunmuşdur. Əslində Ayten ismindən, şəxsindən sonra da books ismi işlənməli idi, amma burada ixtisara düşür. Aha. Bundan əlavə də nəzər yetirməliyik bəzi qaydalar var ki, hansı ki, diqqət etməliyik. Apostrof S-in yiyəlik hal olması üçün ondan sonra mütləq isim gəlməlidir. Yəni, ondan sonra, düzdür, bunlar istisnadır. İstisnalar heç vaxt qaydanı pozmur. Ona görə də bu istisnaları nəzərə saxlayaq, amma qarışdırmayaq. Məsəl üçün, deyə bilərik ki, Tom's brother. Burada gördüyümüz kimi bu yiyəlik haldır. Tomdan sonra apostrof S və brother ismi gəlmişdir. Amma biz görsək ki, məsələn, Tom's brother bu avtomatik olaraq yiyəlik hal deyil. Çünki ondan sonra isimdən sonra isim gəlməmişdir, artiklı işlənmişdir. Bu avtomatik olaraq burada is xəbəridir. Yəni Tom is a brother, Tom qardaşdır. Məsəl üçün bu mənada. Burada avtomatik olaraq burada apostrof S yiyəlik hal deyil. Bunlara diqqət yetirməliyik ki, qarışdırmayaq. Yiyəlik halla daha çox bunları is xəbərini qarışdırırlar uşaqlar. Apostrof S bir qaydalı yada saxlamaq lazımdır ki, plus N olmaz. Yəni, yiyəlik halla N artiklı işlənmir. Yiyəlik olan sözlə ismin arasına artikl daxil ola bilməz. İstər Z artiklı, istər N artiklı, burada fərqi yoxdur. Z-ni də qeyd eləyək. Heç bir daxil ola bilməz. Həmçinin isimlə apostrof S arasında təyin də işlənə bilər. Yəni, apostrof S üstəgəl sifət, üstəgəl isim kimi işlənə bilər. Nümunə göstərək. Tom's final decision. Tomun son qərarı. Burada gördüyümüz kimi decision qərar ismi ilə Tom isminin arasına, yiyəlik halda işlənmiş Tomun arasına final sifəti təyini girmişdir və normal haldır. Təyin edici kimi sifət işlənə bilir. Lakin article, N, Z artiklı onların arasına girə bilməz. Yiyəlik halda isimlərin arasına işlənə bilməz. Həmçinin apostrof S plus fail plus ing. Bu formada da yiyəlik hal görə bilərik. Nümunə göstərək. Ali is repairing his broken bike. Əli qırılmış velosipedini təmir edir. Burada bu cümlədə baxsaq görək ki, apostrof S ilə işlənmiş Ali ismindən sonra ing-li feil gəlmişdir və ondan sonra isim işlənmişdir. His broken bike. Yəni, bu qaydada təsdiqləyir ki, apostrof S ilə yiyəlik hal pozitiv case'dən sonra ing-li feil işlənə bilir. Yəni, buna diqqət etmək lazımdır. Yəni, vacib çaşdırıcı qaydalardan biridir ki, testlərdə qarşımıza çıxacaq. Əgər apostrof S plus fail plus ing plus xəbər olarsa,
Bu artıq yiyəlik hal ola da bilər, olmaya da bilər. Amma əksər hallarda yuxarıdakı qaydada, yəni apostrof s plus feil plus ing ilə işlənir. Bunu da nümunə göstərək. Bu qaydaya da nümunə göstərək. Elə yuxarıdakı cümləyə uyğun nümunə verək. Alice repairing his broken bike surprised us. Deməli, əlinin sınmış velosipedini təmir etməyi bizi təəccübləndirdi. Belə tərcümə olunur bu. Burada görürük ki, əlidən sonra apostrof s və ing-li feil gəlmişdir. Daha sonra isim gəlmişdir. His broken bike. Bu hər üçü burada bir ismi əvəz edir. His broken bike. Alice apostrof s düzəlmiş isim birinci tərəfi yiyəlik halı. ing-li feil, isim və surprised xəbər. Surprised us xəbər gəlmişdir. Deməli, ing-li feildən sonra xəbər gəlsə də, yəni də bu tipli yiyəlik halda işlənmiş isimlər ola bilər. Yəni bu qaydanı pozmur. Bundan başqa, apostrof s plus participle to gələrsə, bu zaman yenə yiyəlik hal işlənə bilər. Bunu da diqqət etmək lazımdır. Plus participle to. Participle to artıq zamanlara aiddir. Buna aid bir nümunə göstərək. Məsələn, Anna spent her holiday in the village. Her holiday in the village. Anna tətilini kənddə keçirdi. Burada spent artıq participle to'dur. Yəni apostrof s yiyəlik hal deyil, has'lə birləşmiş participle to'dur. Yəni has spent. Artıq bu participle to'dur və yiyəlik hal deyil. Bunu qarışdırmaq olmaz. Ancaq ki, bunu necə fərqləndirmək olar? Apostrof s plus participle to plus xəbər gələrsə, bu zaman artıq bu yiyəlik hal ola bilər. Özündən sonra xəbər gələrsə. Yox, əgər xəbər gəlməyibsə və participle to'dan sonra isim gəlibsə, bu zaman bu artıq yiyəlik hal deyil. Yiyəlik hal deyil və keçmiş zaman forması ilə düzəlmiş feildir. Başqa bir qaydaya nəzər salaq. Apostrof s, həm də çaşdırıcı bir qayda, həm də got. Bunu da qarışdırmaq olmaz. Burada has got feilini göstərir bu. Yəni apostrof plus got varsa, bu artıq has got deməkdir. Nümunə göstərək. Məsələn, Alice got some books by I10 tutaq ki. Burada fikir versək görərək ki, apostrof s-dən sonra got gəlmişdir. Bu avtomatik olaraq has got feilidir, yəni malik olmaq. Əldə etmək, malik olmaq kimi tərcümə olunur və burada has got kimi işlənmişdir. Yəni bu yiyəlik hal deyildir. Apostrof s həm də is xəbəri ilə də qarışdırmamaq olmaz cümlə daxilində. Məsələn, my sons
going to be a doctor. Mənim oğlum burada həkim olacaqdır. Yəni həkim olmaq istiqamətinə gedir. Burada avtomatik göründüyü kimi is going feili gəlmişdir. Avtomatik olaraq burada apostrof s going-dən sonra da to be a doctor məsdəri gəldiyinə görə görünür ki, bu is xəbəridir, yəni yəlik hal deyildir. Bunu artıq növbəti dərslərimizdə, testlərimizdə daha aydın test üzərində izah edəcəyik. Başqa bir qayda nəzər salsaq, let's daha çox istifadə olunan işlənicilərdə işlənən sözlərdən biridir. Bu da yəlik hal deyildir. Let's bərabərdir let us. Gəlin kimi tərcümə olunur. Let əslində icazə vermə feilidir və özündən sonra əvəzi tələb edir və let us burada let's let us'ın qısaldılmış formasıdır, daha aydın desək. Məsələn, let's support our team. Bu cümlədə let us'ın qısaldılmış formasıdır və yəlik hal deyil. Həmişə cümlənin əvvəlində işlənir. Sonuncu qaydamızı da deyək və dərsimizi yekunlaşdıraq. İngilis dilində gerund da vardır ki, hansı ki bu yəlik hal olan isimlə də işlənə bilər. Bu zaman gerunddan sonra ya ismi xəbər, ya da feili xəbər gələ bilər. Məsələn, the students singing impressed us. Tələbənin oxumağı bizi təəccübləndirdi, bizi heyran etdi. Burada apostrof s-dən sonra yəlik haldan sonra gerund işlənmişdir, yəni ing-li feil. Bu artıq yəlik haldadır. Yəni onun oxumağı, tələbənin oxumağı kimi tərcümə olunur və özündən sonra xəbər gəlmişdir. Avtomatik olaraq bu yəlik haldadır. Məsələn, başqa bir halda göstərə bilərik ki, the chief's coming gəlişi was biggest disadvantage. Ziyan idi yəni. Buradan gördüyümüz kimi the chief's coming gəlişi avtomatik olaraq apostrof s ilə düzəlmiş pozitiv case'dir. Çünki özündən sonra xəbər gəlmişdir və xəbərdən sonra da ayrı bir isim gəlmişdir. Bəli. Bundan başqa sonuncu bir vacib qaydanı da nəzərinizə çatdıraq. Deməli, it is kimi işlənir. Yəni bu yəlik hal deyil, heç vaxtı, heç bir istisnasız bu it is-ə bərabərdir, yəni yəlik hal deyil. Ondan sonra sən buna nümunə deyə bilərik, it's a book. It's a book. Özündən sonra gələn article-la da bunu biz aydın görə bilərik ki, dediyimiz qaydaya əsasən özündən sonra and article işlənibsə, deməli bu yəlik hal deyil. He's got. Bu da he has got-dır. Yəni bunu summarize eləsək, ümumiləşdirsək, cəmləşdirsək yaxşı qaydaları. Və məsələn deyə bilər ki, where is sual əvəzlikləri. Where is və yaxud what is və ya deyə bilərik who is. Bunların hər üçü
heç biri də yiyəlik hal deyil. Where is xəbəri ilə where-in birləşib qısaldılmış forması. What is. What-la is-in birləşərək qısalmış forması. Who is. Burada da who-la is-in birləşərək qısaldılmış formasıdır. Bugünlük bu qədər dəyərli izləyicilər. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Növbəti dərslərdə görüşənədək.